Gəlmişik bura balıq tutmağa. Görəsən balıq tuta biləcəyikmi? Amma bura göl deyil, bura Hövsanda məşhur marketlərdən birinin qarşısıdır. Biraz yağış yağan kimi bura gölə bənzəyir, su yığılır. Təsəvvür eləyin ki, güclü yağışlar zamanı bura nə vəziyyətə düşür? Tək bura deyil, gedin kəndin içinə girin, hər yeri su basıb, göl basıb. Dəhşətdir. Bura yaxşıdır yenə. Burada indi bir taxtadan, lotkadan qoyub getmək olar. Ancaq bizi tərəf vəbşə getmək olmur. İşləmir, nol vəziyyətdədir. Kanalizasiya yoxdur. Elə bir ki, yoxdur. Yox, kanalizasiya yoxdur. Sudur beləncə dolur. Yağış yağan kimi kanalizasiya çatdırmır, abratını qaytarır. Təmiz yağışın suyu deyil ki, bu kanalizasiyanın suyudur həm də. Maşınlarımız azımız elə ispisat olur burada, xarab olur. Gəlib suyu çəkirlər, yoxsa bu vəziyyətdə qalır? Yox, çəkən yoxdur. Sadəcə elə kanalizasiyanın gücünə, məsələn, gedərsə, gedir, məsələn, bir günə araç çəkir. Məktəbin qarşısı da bu vəziyyətdədir. Məktəbə uşaqları aparıb gətirə bilmirik. Bütün palçıq olur hər yer. Uşaqlar dizə qədər suyun içində batır. Məcbur oluruq ki, yağış yağan günlər uşaqları məktəbə aparmayaq. Mən məktəbə gedirəm, islanıram, sudur bura, keçmək olmur. Güclü yağan kimi marketin içinə qədər gedir su. Bazar bir dəqiq biz vəziyyətdə. Su olan kimi bazar motorları zadı qoşur qururlar. Meyvə hamısı suyun içindədir. Su yalnız marketin qarşısında yığılmır, bazarın ərazisinə də su dolur. Burada suyu təmizləyirlər. Amma yenə də görürsünüz ki, insanlar çətinliklə bazara gedib gəlir. Bu bazardakı satışa da təsir edir. Alıcı yollar hamı sudsa, alıcı necə gələr? Kanalizasiya yoxdur, su çəkilmir. Bizə çətinlik yaratır, keçə bilmir. Bir məhliyə girə bilmirsən, sapok geyməlidir. Sapoklar yanımızda geri marketdir. Məsələ ilə bağlı iri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən bildirilib ki, yolun kənarında yağış suyunun axıdılması üçün mövcud olan drenaj xəttini illər öncə başqa qurum çəkib. Yağış suyu şambo tipli quyuya axır. Rayon Su Kanal İdarəsinin xidmət sferasına aid olmayan həmin xəttin diametri tələb olunandan kiçikdir. Bu baxımdan ərazinin yağış sularından tam təmizlənməsi əlavə bir ölkədir ki, Azərbaycanın təbii sərvətləri üzrə imkanları ona çatır ki, Azərbaycanda heç kim işlənməsin. Azərbaycan elə bir ölkədir ki, 10 milyonu evində otura-otura krallar kimi yaşadacaq potensiala sahibdir. İşçi qüvvəsi üçün isə kənardan işçilər gətirib işlədə biləcək qədər imkanlara malikdir. Amma Azərbaycanda bir məmur 5-6 il vəzifədə işləyəndə ən az uğurlasa 100 milyon manat uğurluyur. İndi hesab edin ki, sıradan bir məmur 100 milyon manat uğurluyursa, görün böyük məmurlar nə qədər uğurluyur.